Vətən müharibəsinin 7-ci günü. Bugün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir, Qarabağ Azərbaycandır. Bu barədə Prezident Ali Baş Komandan İlham Əliyev özünün rəsmi Twitter səhifəsində bildirib. Prezident İlham Əliyev Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edilməsi barədə məlumat verib. Dövlətimizin başçısı işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırdığını elan eləyib. Ermənistan tərəfi 7 gündə 230-ədək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, mina atan 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda idarə etmə və komanda müşahidə məntəqəsi, 7 silah-sursat ambarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd S-300 zenit raket kompleksi itirib. Sentyabrın 27-sindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Müdafiə Nazirliyi gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb. Ermənistan ordusunun bölmələri Naftalanın Qaşaltı Qaraqoyunlu kəndini, Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksini, Ağcabədi rayonunun Hindar qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.